Natiq bəy, bir də istəyərdim ki, İsrail məsələsindən danışaq. Çünki Qofman Mossadın yeni təyin olunub direktoru və o da daha radikal addımlar atacağını, kəşfiyyat məlumatlarının yenə də əldə olunacağını deyir və bu fonda İsrail-Amerika Birləşmiş Ştatları münasibətləri də maraq doğurur. Çünki onsuz da Livanla bağlı məsələdə Amerika Birləşmiş Ştatları İsrailə deyilənə görə qırmızı kart göstərib. Nə dərəcədə realdır, bunu da əlbəttə ki, mühakimə etmək olar. Və yeni direktorun sərt açıqlamalarından sonra, sərt yanaşmasından sonra İsrail, Livan, Amerika Birləşmiş Ştatları üçbucağında biz nələri görəcəyik? Birincisi, Mossadın yeni rəhbəri postsovet məkanından çıxmış insandır. Belarusiyada doğulub, 13-14 yaşına qədər də Belarusiyada yaşayıb. Bu da onu xəbər verir ki, bu bölgəni də ən azından heç də az bilmirlər. İsraildə hakimiyyətdə kim olur olsun, Amerikada hakimiyyətdə kim olur olsun, respublikaçılar, demokratlar fərqi yoxdur. İsrail özünün var olma və sağ qalma strategiyasını davam etdirəcək. Yəni, bu Mossadın qonşu ölkələrdə şəbəkələrin qurulmasına, nəzarət sisteminin artırılmasına, hansısa bir əməliyyatların keçirilməsinə, yəni bunu dayandırılmasını xəyal etmək belə doğru deyil. Amma Livanın özü ilə bağlı problem ondan ibarətdir ki, Livan formal bir dövlətdir. Yəni, Livanın hətta konstitusiyasında da bilirsiniz, seçki elektoral bir hakimiyyət formalaşmır. Dini və etnik qrupların nümayəndələri hakimiyyəti formalaşdırır. Bu konstitusiyada yazılıb, yəni dünyada nadir ölkədir ki, belə bir şey yazılıb ki, hansısa bir etnik xalqın nümayəndəsi baş nazir olursa, digəri prezident olmalıdır, o birisi parlamentin spikeri olmalıdır. Yəni, bu anlamda dövlət deyilən bir anlayış Livanda yoxdur açığı. Və dövlət qurumları, dövlətin polisi orada tamamilə vəziyyətə nəzarət etdiyini söyləmək də mümkün deyil. Hezbollah çox güclüdür, yerli təşkilatlar var, xalqın dəstəyi var, müsəlman şiə çoxluğunun dəstəyi var, özünün milisləri var, özünün silahlı qruplaşmaları var və problemin kökü də buradadır. İsrail Livanla anlaşır, Amerika Livanla anlaşır, atəşkəs elan olunması, danışıqların aparılması, amma Livan hökumətinin sözünə heç kim baxmır. Yəni, bu nöqteyi nəzərdən İsrailin atdığı addımlara Amerika tərəfdən də belə təpkinin gəlməsi situativ bir məsələdir. Yəni, bugün istəmirlər ki, bu gərginliyi artsın, çünki İran bunu bəhanəyə çevirib anlaşmadan çəkilmək istəyir. Bu birinci məsələ. İkinci məsələ isə ondan ibarətdir ki, münaqişə başlayanda da, elə sizin studiyada da bu müzakirə olunanda fikrimiz bundan ibarət idi ki, Amerika ilə İsrailin İran məsələsinə baxışı kökündən fərqlidir. Kifayət qədər ciddi fərqlər var və bu fərqlərin olması onlar arasında yaranmış fikir ayrılıqlarını da özündə ihtiva edir. Məsələn, İsrail üçün İranın hansısa bir formada təhdid kimi aradan qalxması bir nömrəli vəzifədir. Düz düşünürlər, səhv düşünürlər, özlərinin xeyrinə düşünürlər, İran xalqının xeyrinə düşünürlər. Bunu qoyaq bir kənara. İsrail istəyir ki, İrandan daha təhdid olmasın. Bu parçalanması yolu ilə olacaq, hakimiyyət dəyişikliyi yolu olacaq. Bu, İsraili az maraqlandırır və İran da haqlı olaraq buna müqavimət göstərir. Çünki özünün var olma strategiyasını İran da həyata keçirir. Amerika üçün elə bir dilemma yoxdur. Yəni, İranda kim olur olsun hakimiyyətdə, Amerika ilə anlaşan bir hakimiyyət olacaqsa, Amerikaya kifayətdir. Yəni, necə ki, Venezuela'da rejim dəyişmədi ki, Maduronu Rodriguez əvəz elədi və salam, onunla da bitdi. İndi birgə Venezuela ilə Amerika hərbi təlimlər belə keçirirlər. Hansı ki, 6-7 ay, 1 il bundan qabaq bunu xəyal etmək belə mümkün deyildi. Yəni, Amerikanın hədəfi İranda hansısa bir istənilən rejimin, istənilən şəxsin olması o qədər də belə əhəmiyyətli deyil. Sadəcə Amerika ilə anlaşmış bir şəxsin olması maraqlıdır və bu da İsrail ilə fikir ayrılığının dərinləşməsinə səbəb olur. Daha bir ştrix də ondan ibarətdir ki, hətta digər tərəfdən baxanda Amerikaya sərf eləyir ki, İranda belə biraz qorxulu olan bir rejim qalsın ayaqda. İranda bir qorxulu rejimin olması Körfəz ölkələrinin Amerikaya daha çox yaxınlaşmasına, Amerikanın dizgisindən çıxmamasına yardımcı olan bir məsələdir. Yəni, bu nöqteyi nəzərdən də İranla İsrailin, daha doğrusu Amerika Birləşmiş Ştatları ilə İsrailin məsələyə baxışları fərqli olduğuna görə və onların anlaşması da çox çətin olacaq məncə. Və İsraildə də o qədər də vəziyyət yaxşı deyil, çünki payızda onlarda da seçkilərdir və son rəy sorğularına görə Netanyahu'nun partiyası heç də birinci çıxmaya bilər. Yəni, kifayət qədər ciddi orada da səs itkiləri və elektoral narazılıq var. Bu nöqteyi nəzərdən İran da bunu düşünür. İran da düşünür ki, bacarsa noyabra qədər vəziyyəti uzatsın, qeyri-müəyyənliyi uzatsın həm Amerika seçkilərinə qədər,
həm İsraildəki seçkilərə qədər və seçkilərin nəticələri olaraq həm Netanyahu zəifləyəcəksə və yaxud da uduzacaqsa və yaxud da Trump zəifləyəcəksə, hər iki palatanın ikisini də və yaxud da heç olmasa birini itirəcəksə, o Amerikalılarda bir deyim var. Əgər parlament itirən prezidentə axsaq ördək deyirlər. Çünki o artıq addım ata bilmir və atdığı bütün addımları hər iki palata bloklayır. Yəni bu nöqteyi nəzərdən İran zamanı oynayır. Və Amerika Birləşmiş Ştatları da bunu anlayır. Ona görə də Amerika Birləşmiş Ştatlarının əsas hədəfi kimlə olursa olsun, vəziyyətə nəzarət edə biləcək bir qrupla İranda anlaşsınlar. Anlaşmanın nəticəsində də müəyyən, belə deyək də, İrana çox belə müsbət addımların atılması da gözlənilir. Yəni bunlar da ən azından bəyan olunub Amerika tərəfindən. Dünya mediasının müxtəlif istinad etdikləri mənbələrə görə belə bir anlaşma da var ki, əgər anlaşma imzalansa 300 milyard dollarlıq İrana yatırımlar olacaq. Və bu boş yerdən deyilən bir söz deyil. Hətta mən xatırlayıram 2015-2016-cı ildə də belə bir plan var idi. İranla anlaşma dərinləşərsə İrana böyük yatırımlar olacaqdı.